Ayağının altı yanırsa, istilik gelirse, kızışırsa bunun sebebi D ve B12 vitamininin çatışmamazlığıdır. Bəs nə etməlisən? Necə bu problemə son qoya bilərsən? Ekrandakı ürəyi qızart və mənə diqqətlə qulaq as. B12 vitamininin ətdən, süddən, yağdan qəbul edə bilərsən. Amma D vitaminini qəbul edə bilməyəsən. Çünki yağda həll olan vitamindir və qidaların tərkibində yoxdur. Ona görə də yaxınlaşırsan aptekə, Desol D vitamini əldə edirsən. Niyə məhz Desol D vitamini? Çünki qardaş, həm sərfəlidir, həm də keyfiyyətlidir. Keyfiyyətlidir çünki zeytun yağında həll olub. Sərfəlidir çünki bir qutusunun qiymətinə 4'ünü alırsan. Yəni nömrə 4'dür. Birini alırsan, içində 4 flakon olur. Həftədə bir flakon qəbul etməyin kifayətdir ki, ayaq altında olan istiliyi və D vitamini çatışmamazlığından yaranan saç tökülməsi, aşırı tərləmə, sümük və sinir ağrıları, diqqətsizlik, yorğunluq bu kimi problemlərə son qoysun. Üstəlik D vitamini çatışmamazlığından da yarana biləcək bütün xəstəliklərdən sizi qorusun. Ölkənin bütün apteklərində əl çatandır. Olmasa da əczaçılarımızdan xahiş edin, köməklik göstərib, zakas verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız balaoğlanla hər zaman sağlam qalasınız.